Hər kəsə salam. Bilirsiniz, bugün çox maraqlı və bir o qədər də mübahisəli bir mövzunu, kişilərin hormon idarəçiliyi və testosteron məsələsini müzakirə edəcəyik. Bu təhlildə tibbi mənbələrin bu mürəkkəb mövzuya necə yanaşdığını incələyirik. Heç vaxt itirmədən, gəlin dərhal başlayaq. Baxın, bəlkə də mənbələrdə ən çox qarşımıza çıxan və ən çox verilən sual budur. Testosteronu heç bir preparat olmadan tamamilə təbii yolla artırmaq olarmı? Çox adam hələ də o, sehirli, təbii həlli axtarır. Amma görək klinik göstəricilər və mütəxəssislər əslində bizə nə deyir? Çünki cavab bəzən adamı doğrudan da təəccübləndirir. Beləliklə, birinci hissə – testosteron mifi. Biz burada əsasən klinik çatışmazlıqların sadəcə həyat tərzi ilə həll oluna biləcəyinə, inananların reallıqla necə toqquşduğunu görəcəyik. Təsəvvür edin, bir tərəfdə həyat tərzi dəyişiklikləri var, düzdür? Çəki atmaq, idman, sink, D vitamini, pis vərdişləri tərk etmək. Bunlar əladır və ümumi sağlamlıq üçün mütləqdir. Amma digər tərəfdə klinik həllər, yəni hormon əvəzedici terapiya, qısaca HET və ya rusca abreviaturası ilə QZT dayanır. Mənbələrimiz çox net bir şey deyir. Əgər sizdə qan analizləri ilə təsdiqlənmiş gerçək bir testosteron çatışmazlığı, deyək ki, ilkin hipogonadizm varsa, idman və vitaminlər sizi xilas etməyəcək. Belə vəziyyətdə tək və yeganə çıxış yolu məhz tibbi müdaxilədir. Bununla bağlı mənbəmizin çox dramatik, amma bir o qədər də kəskin bir ifadəsi var. Yaş testosteronu öldürür. Argument ondan ibarətdir ki, sən istəyirsən 100 dəfə steroidlər ziyandır deyə, 40 yaşından sonra əksər kişilər bu qaçılmaz hormonal enişlə üzləşirlər və sadəcə yaşamağa davam etmək, özlərini yenidən tam hüquqlu kişi kimi hiss etmək üçün mütəxəssisə üz tutub bu terapiyaya başlamaq məcburiyyətində qalırlar. Yəni bu, qocalmanın təbii, qaçılmaz bir parçasıdır. Keçək ikinci hissəyə. HET-inin tibbi zərurəti. Bəs bu müalicə həqiqətən nə vaxt və niyə lazımdır? Gəlin mütəxəssislərin yanaşmasına baxaq. Mənbəmiz vəziyyəti anlamaq üçün çox maraqlı və əslində çox məntiqli bir müqayisə aparır. Bilirsiniz, qadınlarda menopauza dövrü başlayanda onlar həyat keyfiyyətini qorumaq üçün hormonal preparatlar qəbul edirlər, elə deyilmi? Bu tamamilə normal qəbul olunur. Mənbə deyir ki, kişilərdəki yaşla bağlı hormonal eniş də tam eyni məntiqə əsaslanır. Kişilər də yaşlandıqca enerjilərini, keyfiyyətli həyatı qorumaq üçün HET-dən istifadə edirlər. Yəni burada qeyri-adi heç nə yoxdur, sadəcə bədənin tələbini ödəməkdir. Bəs başqa hansı spesifik hallarda bu terapiyaya ehtiyac var? Baxın, söhbət hansısa idman zalında əyləncə üçün əzələ şişirtməkdən yox, sırf tibbi sağlamlıqdan gedir. İlkin hipogonadizm, xayaların travması, kimyaterapiyanın ağır fəsadları və bayaq dediyimiz o yaşla bağlı dəyişikliklər. Mənbə xüsusilə altını cızır ki, əgər bu hormonlar həqiqətən bəzilərinin iddia etdiyi kimi mütləq şər olsaydı, həkimlər onu heç vaxt bu cür ciddi xəstəliklərin müalicəsində tətbiq etməzdilər. İndi bu rəqəmə diqqət edin. 3-4 ay. Bəli, cəmi 3-4 ay. Mənbəmiz iddia edir ki, küçədə gördüyümüz o həvəssiz, yorğun, həyat enerjisi tükənmiş kişilərin həyatı düzgün təyin olunmuş HERT protokolu ilə çox qısa müddətdə 180 dərəcə dəyişə bilər. Libido artır, enerji qayıdır. Təsəvvür edin, səhərlər yataqdan sadəcə günü yola vermək üçün yox, həqiqətən yaşamaq həvəsi ilə qalxırsınız. Bu sözün əsl mənasında həyatı əvvəl və sonraya bölür. Amma təbii ki, tənqidçilər də var. Və mənbəmiz onlara çox sərt bir statla cavab verir. Şər cəhalətdir. Yəni, hormonlardan qorxmaq yox, onları bilməmək təhlükəlidir. Bu terapiya ciddi nəzarət, daimi qan analizləri və dərin savad tələb edir. Qorxu və xurafat yox. Hətta belə bir fikir səslənir ki, hormonlara ən çox qarşı çıxanlar adətən işin endokrinoloji tərəfindən zərrə qədər də anlayışı olmayanlardır. Elə bu cəhaləti aradan qaldırmaq üçün gəlin mənbənin vurğuladığı baza bir termin incələyək. SHBG, yəni cinsiyyət hormonlarını birləşdirən qlobulin və ya GSPG. Qısaca belə izah edim, bu bir zülaldır və o testosterona yapışaraq bədənimizdə nə qədər hormonun sərbəst və işə yararlı olacağını müəyyən edir. Mənbə bildirir ki, HET-i pisləyənlərin çoxu heç bu sərbəst testosteronun və ya bu qlobulinin nə olduğundan xəbərdar belə deyirlər. Yaxşı, keçək üçüncü hissəyə. Bəs SHBG nədir? İndi biz hormon idarəçiliyinin daha dərin mexanikasına enəcəyik və terapiya ilə paralel istifadə olunan çox spesifik bir maddədən danışacağıq.
XKÇ, yəni insan xorionik gonadotropini, buradakı ən mühüm məqam nədir bilirsiniz? XKÇ testosteronu birbaşa qaldırmır. Xeyr. Bunun əvəzinə o bədənə, daha dəqiq desək xəyallara bir siqnal göndərir ki, hey, oyan və özün təbii testosteron istehsal et. Bu, uroloqların orqanizmin öz təbii funksiyasını qoruyub saxlamaq üçün istifadə etdiyi mükəmməl bir vasitədir. Gəlin bu zəncirvari reaksiyaya addım-addım baxaq, çünki bu doğrudan da maraqlı prosesdir. Birinci addım, bədənə kənardan testosteron daxil olur. İkinci addım, bədən bunu hiss edir və xəyallar sanki tətilə çıxır, yuxuya gedir və öz istehsalını dayandırır. Və üçüncü addım, məhz burada XKÇ səhnəyə çıxır. O, daxil edilir və xəyalları stimullaşdırır ki, tamamilə tənbəlləşməsinlər, yəni sistemi həmişə oyaq saxlayır. Burada mənbəmiz başqa bir vacib termini də dövrəyə soxur. Kurs sonraki terapiya və ya qısaca PKT. Bu nədir? Kənardan hormon qəbulunu dayandırdığınız zaman bədənin öz təbii istehsalını yenidən bərpa etmə prosesidir. XKÇ-nin bu bərpa prosesindəki rolunu tamamlamaq üçün məhz bu PKT mərhələsinin nə olduğunu bilmək mütləqdir. Bəs yaxşı, XKÇ-ni düzgün istifadə etsək nə qazanırıq? Mənbələrimiz bir neçə həlledici fayda sadalayır. Əvvəla, xəyaların həcmini və həssaslığını qoruyur. İkincisi, spermatogenizi, yəni fertiliyi, reproduktiv sağlamlığı dəstəkləyir. Kursdan sonra o, bayaq dediyimiz təbii bərpa prosesini xeyli asanlaşdırır. Hətta bəzi hallarda həkimlər heç kənardan testosteron vermədən sadəcə XKÇ vasitəsilə bədənin öz hormonunu artırmasını təmin edə bilirlər. Çox təsirli vasitədir, elə deyilmi? Dördüncü hissə, risklər və savadlı yanaşma. Hər şey bu qədər ideal ola bilməz, düzdür? Gəlin indi məsələnin ehtiyat tələb edən daha qaranlıq tərəfinə baxaq ki, tam balanslı mənzərə yaradaq. Sui-istifadə zamanı bizi hansı risklər gözləyir? Əslində, kifayət qədər ciddi fəsadlar. Məsələn, estradiolun arzulunmaz dərəcədə fırlanması, bədəndə ödəmlərin, şişkinliyin yaranması və ümumi əhvalın bərbad hala düşməsi. Amma ən pisi nədir bilirsiniz? Səbəbsiz və yüksək dozalarda vurduqda bədəndə buna qarşı bir tolerantlıq yaranır. Yəni bədəniniz artıq bu hormona reaksiya verməməyə başlayır və nəticədə öz təbii hormonal oxunuzu öz əllərinizlə zədələyirsiniz. Buna görə də mənbəmiz çox, amma çox sərt bir xəbərdarlıq edir. XKÇ nə vitamin deyil, nə də bir oyuncaq. Xüsusilə də bəzi adamların etdiyi ən kobud səhv əsl bərpa terapiyası olan PKT-nin yerinə sadəcə bu maddədən istifadə etməkdir. Baxın, bunu etmək bioloji sisteminizi sözün əsl mənasında sındıra bilər. Bu, sadəcə savadlı həkim nəzarətində işlədilməli olan ciddi bir medikamentdir. Bütün bu məlumatları topladıqdan sonra, mənbələrimizin bizi gətirib çıxardığı çox provokativ bir sual yaranır. Süni stimulyasiya ilə bədənin təbii sağlamlığı arasındakı o incə sərhəd haradadır? Biz həyat keyfiyyətimizi artırmaq üçün tibbin bizə verdiyi bu güclü vasitələrdən sonuna qədər istifadə etməliyik, yoxsa biologiyamızın təbii qanunlarına boyun əyməliyik? Bəlkə də ən böyük məharət elə bu ikisi arasında savadlı bir balans tapmaqdır. Yaxşı sualdır, elə deyilmi? Bunun üzərində düşünməyə mütləq dəyər. Bugünlük təhlilimizdən bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.